Salamlar hamıya. Gəlin sizlə bugün ingilis dilindən 6-cı sinif summativini birlikdə işləyək. Görək izahla birlikdə necədir. Birinci sual deyir, choose the correct answer. Suala düzgün cavabı seçirik. Are there many problems in the writing? Deyir ki, səhv cavablar çoxdurmu? Deməli, arzuya ilə başlayıbsa biz buna yes or no deyəcəyik. Yəni qısa cavab, hə ya da yox. Zaten cavablarımızın hər biri qısa verilib. Görək hansıdır? Birincidə dedi yes, there aren't. Yes o zaman olardı ki, there are olardı. Aren't yox. Çünki yes-lə təsdiq işlənir, no ilə də inkar. Yes, there is də səhvdir. Niyə? Çünki burada are olmalıydı. There is-in yerində. Is bilirik ki, üçüncü şəxs və təklərlə işlənir. Are isə cəmlərlə. Burada da many problems, çox problemlərdən danışdığı üçün are olmalıydı. B-də no there isn't, burada da isn't təkdədir. D, baxın, no there aren't. Bu cavab doğrudur. Xeyir, yoxdur deyir. İndi baxırıq 2-yə. Choose the correct word that fits the following definition. Deyir, sözləri izləyərək bu cümləni izləyərək söz düzəltməliyik. Görək nə deyir bizdə? A large, geniş, imaginary animal, xəyali heyvan, that breathes fire. Deyir ki, nəfəsindən od çıxan heyvan, xəyali heyvan sizcə hansıdır? Burada normalda baxanda zaten biz bir dənə heyvan adı görürük. Qalanları heç biri heyvan deyil. Heyvan olan da baxın dragon. Yəqin ki eşitmisiniz, dragon filmlərdə falan var. Bu variantdır. Yəni bəzən çox uzatmadan həmindən tapmaq olur. 3-ə baxırıq. Complete the sentence with the correct words. Doğru sözü qoymalıyıq boşluğun yerinə. Deyir, our town has a big boşluq. Where football matches happen. Deyir, futbol maçı harda baş verir. Bunun cavabı çox asandır. Tərcüməsini bildikdən sonra əlbəttə ki, stadionda, sinemada olası deyil, bowlingdə olası deyil, parkda olası deyil, stadionda. 4-ə baxırıq. Deyir, look at the picture. Şəklə bax and complete the sentence with the correct preposition və doğru preposition'ı yerinə qoyaq. Baxaq. The box is, deyir, qutu, boşluq, the boy and the girl, qız və oğlanın arasındadır. Əlbəttə ki, arasında. Arasında da nə deməkdir burada? A variantı. Between arasında. In front of çünki qarşısındadır. Behind arxasındadır. Under isə altındadır. 5-ə baxaq. Choose the correct option. I go to the cinema. Deməli, söhbət indiki zamandan gedir. Biz burada nə qoya bilərik? Burada belə çıxa bilərik variantlar ki, never heç vaxt deməkdir, always isə həmişə. Bunlar olmayacaq. Çünki biri hər zaman olur, birisi heç vaxt olmur. İndiki davam edici zamandır. Ki once a month, ayda bir dəfə, every week, hər həftə. Yəni müəyyən vaxtlar var. Ona görə də 2 və 3 olur. 6-ya baxaq. Choose the correct opposite pairs. Deməli, opposite nə deməkdir? Əks mənalı sözləri seçirik. Baxaq, safe və dangerous. Dangerous nədir? Təhlükə. Safe nədir? Qorumaq, düzdür. Deməli, bunlar uyğundur da. Təhlükənin əksi nədir? Qorunmaqdır. Sonra baxırıq 2-yə. Wrong, correct. Bu da doğrudur. Biri səhv, biri düz deməkdir. Həmişə kitablarda şərhlədir. Zaten bu sözləri rast gəlirik. Film, move. Film deməkdir. Move da film deməkdir. Yəni bunlar opposite yox. Close meaningdir. Yəni yaxın mənalı sözdür. Ona görə də 3 deyil. 4-dəki cook bişirməkdir. Posterdə poster olur, divara yapışdırırlar. O deməkdir. Bunlar da əlaqəsizdir. 3 ilə 4-ü çıxırıq, 1 ilə 2-dir cavab. 7-yə baxırıq. Write the questions and negative form of the sentence. Negativ nə deməkdir? Negativ sözünü görəndə bilin ki, deyir ki, inkara çevrilir. Negativ inkardır. Adından da bəllidir. Yəni ki, əksdir. There is a big poster on the school wall. Deyir ki, məktəbin divarında yekə poster vardı. İnkara çevirəndə biz nə edirik? Həmişə deyirik ki, bizim xəbərimizin izin sonuna not hissəcik artırıq. There is not a big poster on the school wall olacaq. Və ya there isn't. Qısa formasında isn't yazılır. İndi keçək 7-yə. Daha doğrusu 8-ə. Burada complete the sentence with the correct preposition. Preposition qoyacaq. Diqqətli olaq. Ki onların qoyulma qaydası var. Məsələn, I am boşluq my way. Way nədir? Yol. Yolun içində olmur ki, insan düzdür, üstündə olur.
Ona görə də on və in-in fərqini deyim. In içində deməkdir, on üstündə və yoldan söhbət gedirsə, yolun üstündə olacağımız üçün on qoyuruq. On my way. Sonra the film is at 7. Saatlardan əvvəl həmişə at işlənir. Sonra she is on the left. Burada da on olacaq. Çünki the left ifadəsi onunla işlənir. Bunu yadınızda saxlayın. Baxaq 9-a. Write the words under the pictures. Deyir, şəkillərin altından nə olduqlarını yazın. Bu gördüyünüz kimi lampa ilə lampdır ingilis dilində də. Bu 2 qəlyanaltı kimi qeyd edə bilərik. Snack. 3-dəki aşpaz, şef də yaza bilərik, cook da yaza bilərik. Aşpazı bildirir. Şimdi onda isə mətndir, tekstdir, onu da oxuyaq. Read the short passage and answer the question. Oxuyaq, suallara cavab verək. Festival are special days for people. Festival xüsusi gün idi insanlar üçün. There are times of joy and celebration. Qeyd edirdilər və əylənirdilər. People often, insanlar tez-tez meet, görüşür. The famous and friends, onların ailəsi və dostları ilə. They eat traditional food. Milli yeməklər və special geyimlər and listen to music, mahnıya qulaq asırdılar. In many countries there are festival for the new year. Deyir ki, bəzi şəhərlərdə festivallar yeni ildə spring or harvest yayda olur. Children like festival. Uşaqlar xoşlayırlar festivalı because çünki they can play. Onlar oynayırlar oyunlar, get gifts, hədiyyə verirlər and have fun, əylənirlər. Fun əylənmək deməkdir. Festival bring people together and makes them happy. Deyir ki, festivalda insanlar birlikdə xoşbəxt olurlar. Bax suala, why do you children like festival? Uşaqlar nə üçün festivalı xoşlayırlar deyir. Why nə üçündür? Cavablar nəzərə special day. Düzdür. Elə zaten ilk cümlə o yazılmışdı. Bu da ola bilər. İndi baxaq 2-yə. There are times of sadness. Qəmgin olurlar. Yox. They play games and have fun. Oyun oynayıb əylənirlər. Ən uyğun olan C-dir. Çünki o da yazılmışdı. 2 complete the sentence according to passage. Festival until people and insanlar festivalda nə edirdilər? Hamısı son cümləyə baxın. Makes them happy. Birlikdə əylənirdilər. Bu qədər.